aldadım onu. Aparıb atsın uşaqlar Gül xanımın başına. Ki orada gəlib Xoşqədəm xanım dedi ki, sənə şərait axı elədi, mən də kəş deyərdim efirdə ki, Xoşqədəm xanım, sən durursan da dalımda. Söz verirsən mənə ki, uşaqları götürüm. Mənə, yəni bu şəraiti yaradacaqsan, özü yox, yəni dövlət köməyidir. Mənə dedi ki, götürdü uşaqları. Götür mən köl mənim başıma geri aşağıda inandım, aparıb uşaqlarımı qoydum. İndi mənim körpə uşağım yanımda olsaydı, heç mənə aliment də bayram kəsməzdi. İnandım, aparıb qoydum onu. Elə ki, uşaqları aparıb qoydum ha. O Rəşad çıxdı yox ha. Elə o Rəşad qırdı nömrələrini, elə zibillərini qırdı ki, vəssalam. Ona da o lazım idi də Gülxanımı aldatma. Elə bilirsiniz, bu insanlıqdır mı? Belə insan xoşbəxt olar mı? Kimisə ələ salıb ki, bütün dünyaya yayılan ki, pozğundur. Öz ailəmin qədir, öz ailəmin namusunu qoruyum, amma başqa bir qadını namussuz deyə tanıtım Azərbaycanda. Allah elə kişini xoşbəxt eləyə bilər. Eləyə bilər Allah onu xoşbəxt. Xoşbəxt ola bilərmi o? Ay Allah, deyir güləcək. Qarşına gülmə, gülməli də, ağlamalı deyə ağlamalıdır. Prosta bilirsiniz, istəmirəm, təhqir eləmirəm ki, siz də şahidsiniz, təhqir eləməmişəm. Sadəcə mən də yanıb tökülürəm ki, bu belədir. Bu belədir. Başımıza dönüm, belədir bu. Arada gülüm, tək ki gülüm arada. Ben dedim alçaldım ki, mənə geyim al diye. Ben dedim ona ki, yeri get buradan. Siz de bağışlayın, özür istedim. Ben ona yaxın durmamışam. Ailemin kefi hoş olsun diye. Bu insanlığa yaraşır mı? Ay Allah, boğazım, ay Allah. Sen beni pislik eləyənləri pislik elə, ya Rəbb. Məni bu vəziyyətə salanların Allah cəzasını ver. Allah sizi güldürsün, beni de güldürsün. Bir tane gülden ağlar. Gülünç. Vallahi kim beni bu vəziyyətə ki, mən sahibsizliyimdən, yəssizliyimdən, kimsəsizliyimdən istifadə edib ki, bu vəziyyətə salan mənə hədə qorxu gəlib gündə şantaj ki, həm belədir. Allah var. Allah göstərəcək hər şeyi. Allah göstərəcək hər şeyi. Bəli, yaraşmaz. Hiçbir kişiye yaraşmaz bu hareket. Hiçbir insana bu hareket yaraşmaz. Ama elbette ki Gülxanımdır da. Başka bir kadın olaydı ya. Elə oyun açardı başına ki. Gülxanımdır da. Gülxanımdır. Dalında duran adamı yoktu. Elbette ki xod gələcək ki, Rəşad mənə ki, hər şeyi mən qazanacağım. Hər şey mənim tərəfimdədir. Pulla, saxtalıqla. Belədir də, fakt belədir. Fakt budur. Neyse. Allah heç nə demirəm. Kim kimə pislik eləyirsə, kim kimi pis vəziyyətdə qoyursa, kimlə maraqlanır? Yox, uşaqlarla maraqlanmaq nədir? Siz nə danışırsınız? Heç uşaqları belə, heç elə indiyə qədər uşaqların üzüm belə görməyib. O, deyir, o mənim uşağım deyil. Neyinirəm mən onu? Mənə maraqlı deyil, deyir. Uşaq onun deyə bilir ki, uşaq onun da istəmir. Allah elə onlara möhtac eləsin onu. Allah elə günü gətirsin ki, onlara möhtac olsun elə. Allah var ha, amin. Allah elə möhtac eləsin o iki körpəyə onu. Onlar o körpələri, 2 dənə körpəni qoydular ortalıqda. Qoydular 2 dənə körpəni ortalıqda. Hər yola məni Xoşqədəm xanımın yanında pis elədilər. Gör öz yerlərini saxtalıqla, saxta hiylə kələklə öz yerini yaxşı elədi. Dedi, hər variantı gedəcəm. Axı məndə yoxdur axı.
Məndə axı yoxdur axı, mən kiminsə yanında özümü şirin eləyim yerimi. Elə biciliklə yerini yaxşı elədi ki, məni pis elədilər Xoşqədəm xanımla. Ne bu? Neyin yanında saxlamaq? Boş yəni ki, haqqa girməyin ki, sən kimin evini yıxmısan. Ev yıxan belə aciz vəziyyətə düşmür, bunu bilin. Ev yıxmamışam, axırda arvadı mənə səslər atır deyə. Atırdı buna səsi, atırdı mənə. Ki, sən deyir, mənim evimi doxmusan, sənin Allah elə evi yıxsın. Mən sənin evi harada yıxmışam? Harada yıxmışam sənin evi? Mən sənin evi nə yox? Sən öz evində, ailəmin içində. Sən necə mənim gəlib təhqir eləyirsən məni efirin içində? Niyə görürsən, mən 1-5 uşaq anasıyım. Niyə gedib məni təhqir eləyirsən, zövq alırsan ki, ailən eşitsin deyə? Ləvəncəş. Ayda, o da qalıb yadınızda Sehran Vəlbi Ləvəngisi. Boş imiş. Ləvəngi. Keşke her şey Ləvənginə düzələ. Yani bu belədir. Bilirsiniz bu belədir. Fakt bu belədir. Allah'a qurban olum. Allah'a qurban olum, Allah'a. Necə? Söğüş yazmayın, ne olar? İşi boş verin. Hadi boş verin. Nece tanış oldum. Boş verin iş. Neyiniz? Gülüm. Ay Allah. Gülmem de gelir. Allah'ın olsun. Bilmiyorum, ağlayayım, gülüm pozdum. Neyse, durun ben. Durun, birazdan yer açarım. Arada gülme içten gerek gelsin. Gülme içten gerek gelsin. İçten gülme gelmirse boş söhbət. Nəyimə gülürəm, hansı günümə? Belə bu vəziyyətə düşməyimə gülüm. Bu vəziyyətə qalmaqma. Nəysə, qurban olma. Allah yəqin ki, hər dərdi verən dərmanı da verər. Ola bilər qurban olduğum Allah mənim də özümə gülər. Mənim üzümə gülər Allahım. Yəni bunu deyirəm ki, pislik edənlər mənə pislik edənlərin Allah hər kəsin öz cavabını verir.